Salam şagirdlər, mən Nərmin müəllimə. Bu videoda mən sizin üçün bugün keçirilmiş monitorinq suallarından növbəti bir variantın izahını paylaşacağım. Səhv etmirəmsə bu B variantı olmalıdır. Deməli 36-cı suala baxırıq. Kişilərdə qırmızı qan hüceyrələrinin normal sayı 4,5 5,6 arasında, qadınlarda isə 3,8 5 aralığında olmalıdır. Hemoqlobin normal səviyyəsi kişilərdə deməli 13-17, qadınlarda 11-15 aralığında olur. Şagirdlər qan analizi vermiş və onların nəticələri aşağıdakı kimi olmuşdur. Nəticə ilə bağlı düzgün ifadə hansıdır? Muradın qırmızı qan hüceyrələrinin sayı normadadır. Baxırıq Murada. Muradın qırmızı qan hüceyrələri 5-dir. Dedik ki, kişilərdə 4,5, 5,6 olmalıdır. Doğru cavabdır. Deməli, elə burada doğru cavabımız olacaq A bəndi. A variantı. 37. İnsan orqanizmində qan dövranı ürəyin yığılması və boşalması ilə tənzimlənir. Ürəyin hər dəfə yığılması zamanı qan damarları ötürülür və bu damar divarlarında ritmik titrəyişlər yaradır. Bu titrəyişlər bədəndə müəyyən nahiyələrdə, məsələn, biləkdə və boyunda hiss edilə bilər. Aşağıdakı ifadələrdən hansı nəbzin yaranma mexanizmini daha düzgün izah edir? Nəbz ürəyin fəaliyyəti nəticəsində arteriyalarda yaranan ritmik hərəkətdir. Deməli, doğru cavabımız olacaq burada B var. 38. Uyğunluğu müəyyən edin. Bakteriya və göbələkləri məhv edir. Bakteriya və göbələkləri inkişaf elətdirir. Deməli, yüksək temperatur qaynama şəraiti məhv edir. Deməli, 1-ə A yaza bilərik. Nəmli və yüksək rütubətli mühit bakteriyaları inkişaf elətdirir. 2-yə B yazırıq. Deməli, xlor, spirit, hidrogen peroksid kimi maddələr bakteriyaları məhv edir. Deməli, A-ya 1-i yazdıq, 3-ü yazdıq, B-yə 2-ni yazdıq. Radiasiya ultrabənövşəyi işıqlanma bakteriyalar məhv edir, 4-ü yazdıq 1-ə. Şəkər, protein və digər qida maddələri bakteriyaları inkişaf elətdirir. 5 yazdıq B-yə. Qaranlıq, işıqsız mühit bakteriyaları inkişaf etdirir. Bu. Deməli, doğru cavabımız olacaq A variantı. 39. Termometr laboratoriya stəkanındakı suyun temperaturunun 50 dərəcə Selsi olduğunu göstərir. Stəkana plastik və metal qaşıq daxil edilir. 3-4 dəqiqədən sonra termometr temperaturun azalaraq 45 dərəcə Selsi olduğunu göstərir. Buna görə hansı mülahizə doğrudur? Burada sudakı plastik və metal qarışığının da temperaturu 45 dərəcə. Yəni, burada temperaturlar bərabərləşəcək. Hər ikisinin istinin ötürülməsi baş verəcək və hər ikisinin temperaturu bərabərləşəcək. Doğru cavabımız C bəndi olacaq. 40-cı sual. Verilmiş şəkillər əsasın aşınma növlərini müəyyən edin. Deməli, birinci kimyəvi aşınmadır, ikinci fiziki aşınmadır, üçüncüsü bioloji aşınmadır. Doğru cavab olacaq D bəndi, yəni üzvü aşınmadır. 41. Bakteriya və göbələklərin faydalı və zəhərli təsirlərini düzgün uyğunlaşdırın. Deməli, çörək istehsalı bu faydalıdır. Ayaq göbələyi bu zərərli təsirdir. Alkoqol istehsalı bu deməli faydalıdır. Alkoqol istehsalı, yəni nə üçünsə lazımdır da, belə deyək, faydalıdır. Üzvü tullantıların çürüdülməsi faydalıdır. Meyvə tərəvəzlərin çürüməsi isə zərərlidir. Deməli, doğru cavabımız olacaq A bəndi. 42. Lider laboratoriyada rəngli şəkillərlə xromatoqrafiya araşdırması aparır. O kağızın ucunu suya batıraraq rənglərin ayrıldığını aşkar edir. Nigar aldığı nəticəyə əsasən aşağıdakı ifadələrdən hansı doğrudur? Xromatoqrafiyada yalnız su həll edici kimi istifadə olunur. Yanlışdır. Süzgəc kağızının tipi nəticəyə təsir etmir. İstifadə olunan fərqli mürəkkəblər eyni rənglərə parçalanmışdır. Xromatoqrafiyada qarışıqların tərkibində müxtəlif maddələrin yayılmasına nəzarət etmək mümkündür. Doğru cavabımız olacaq D bəndi. 43. Mayələrin xassələri haqqında düzgün mülahizə hansıdır? Maye həcmini saxlaya bilmir. Xeyr, maye həcmini saxlaya bilir. Deməli, mayələrin həcmini və formasını saxlaya bilir. Mayələrin həcmini saxlaya bilmir, lakin formasını saxlaya bilir. Maye sabit həcmi var, amma forması yoxdur. Maye formasını saxlaya bilmir, sıxılmır. Deməli, burada doğru cavabımız olacaq B bəndi. 44. Uyğunluğu müəyyən edin. Sürtünmə qüvvəsinin kiçik olması nəzərdə tutulmuşdur. Sürtünmə qüvvəsinin böyük olması nəzərdə tutulmuşdur. Yəni, xizək burada, məsələn, xizəklə yola çıxa bilərik, belə deyək. Sürtünmə qüvvəsinin böyük olması nəzərdə tutulmuşdur. Xizəklə sürtünmə qüvvəsi böyük olsun ki, deməli, burada traktor tırtılı, skuter əyləci, hokkey şaybası. Burada, deməli, xizəklə
xokkey şaybası sürtünmə qüvvəsinin kiçik olmasıdır. Traktor tırtılı və skuter əyləci isə sürtünmə qüvvəsinin böyük olması lazımdır. Doğru cavabımız olacaq B bəndi. 45. İtaliyanın Roma şəhərinin iqlim diaqramı əsasən ən az yağıntı və ən aşağı temperatur hansı aylarda müşahidə olunmuşdur? Deməli, baxırıq. Ən az yağıntı avqust ayında müşahidə olunub. Ən aşağı temperatur isə baxırıq ki, ən aşağı temperatur yanvar ayında müşahidə olunub. Doğru cavabımız olacaq C variantı. 46. Aşağıdakı şəkildə hansı proses əks olunmuşdur? Burada təbii ki, fotosintez prosesi əks olunmuşdur. 47. Pəri balıqçılıqla məşğul olan babasına sahildən baxdıqda balıqların suyun üst hissəsinə daha yaxın göründüyünü deyir. Baba Pərinin bu fikrini qəbul etmir. O fikrinin doğruluğunu necə sübut edir? O fikrin doğruluğunu işığın sınması qanunu əsasında sübut edə bilər. Doğru cavabımız olacaq C bəndi. Çay tısbağası daş üzərində ayaqları suda olmaqla özünü günəşə verir və günəş enerjisi qəbul edir. Bu zaman onun bədəni ilə su, daş və günəş arasında enerji ötürülməsi baş verir. Tısbağa günəşdən və daşdan istilik enerjisi alır, ayaqları isə suda enerji itirərək sərinləyir. Deməli, bu şüalanma belə deyək də prosesidir. C bəndi. 49. Cədvəldə bəzi planetlərin G sabiti verilmişdir. Buna əsaslanaraq düzgün variantı seçin. Deməli, Marsda cismə təsir edən ağırlıq qüvvəsi yerdəkindən azdır. Baxırıq ki, Marsda G sabiti 4-dür, yerdə 10-dur. Deməli, F bərabərdir. MG düsturuna əsasən hesablasaq, kütləsi bərabər olan cisimlər olsa, Marsda təsir edən ağırlıq qüvvəsi yerdəkindən azdır. Deməli, bir doğrudur. Neptunda kosmodda təsir edən ağırlıq qüvvəsi yerdəkindən azdır. Neptunda 11-dir, yer 10-dur. Təbii ki, bu çox olmalıdır, az olmalı deyil. Eyni cismin Marsdakı kütləsi Neptundakı kütləsindən azdır. Eyni cismin Marsdakı kütləsi Neptundakı kütləsindən azdır. Bir burada doğrudur. Eyni cismin Marsdakı kütləsi, deməli, F bərabərdir mg düsturuna əsasən hesablasaq. Baxın, eyni cismin Marsdakı kütləsi Neptundakı kütləsindən azdır. Bu yanlışdır, çünki əgər eyni cisimdirsə, deməli, onların kütləsi bərabər olmalıdır. Niyə az olsun ki? Deməli, doğru cavabımız olacaq burada yalnız bir D variantı. Sonra 50-ci suala baxırıq. Havanın və torpağın çəkilənməsinin bəzi səbəbləri aşağıdakı cədvəldə verilmişdir. Cədvəldəki məlumatlara əsasən aşağıdakılardan hansı nəticəyə gəlmək olar? Burada deməli, havanın çirklənməsinə səbəb olan amil torpağın çirklənməsinə səbəb ola bilməz. Bu da doğru cavabdır. Ətraf mühitin çirklənməsi təbii və süni olaraq baş verir. Bu da doğru cavabdır. Amma burada qrafikdə olan, cədvəldə olan məlumatları əsasən dediyinə görə burada olacaq doğru cavabımız B variantı. İzah bu qədər şagirdlər. Hər birinizə uğurlar. Sağ olun. Ortaq sualları izah etmədim.